Bu videodan sonra Temu Farmnat haqqında ağlınızda sual qalmayacaq. Herkese salam dostlar, Fikirli kanalına xoş gəlmisiniz. Bugün sizlərin qarşısında Temu Farmnat haqqında daha detallı və ətraflı şəkildə məlumat verəcəm. Temu Farmnatda hansı dəyişikliklər olub və bitirdikdə neçə faizdə bu Farmnat bitir və necə bu Farmnatı bitirmək olar? Bunlar haqqında daha detallı və ağlınızda sual qalmayacaq şəkildə, detallı şəkildə bir video hazırlamışam. Çox uzatmadan keçək telefonumuzun ekrana, Farmnatımızı açaq, baxaq görək bizi nələr gözləyir. Deyim ki, Farmnatı açmaq üçün bu şəkildə axtarış bölməsinə Farmnat yaza bilər və yaxud da bizim açıqlama bölməsinə əlavə etdiyimiz xüsusi linkimizdən keçid eləyə bilərsiniz. Farmnatı yeni başlayanlar üçün qısa bir məlumat verim. Farmnat nədir? Temu Farmnat nədir? Qısa bir məlumat verim sizlərə, bilməyənlər üçün. Bilənlər varsa bu bölməni keçə bilər. Temu Farmnat Temunun mini oyunudur. Yəni ki, siz bu Farmnatı oynadıktan sonra sizə 2 ədəd pulsuz hədiyyə, seçdiyiniz təbii ki, hədiyyələrə uyğun hədiyyə və 2 ədəd isə kuponlar verir. Bu kuponlar nədir? Çox adam bunu qarışdırır. Çox adam elə bilir ki, bu məbləğ olaraq verilir. Bu kuponlar siz alış-veriş etdikdə 42 manat, bir də ki 35 manat endirim kuponudur. Yəni ki, misal üçün siz 100 manatlıq bir alış-veriş edirsə, onun 35 manatını endirim eləyir. Hədiyyələr isə burada dəyişdir bölməsinə bir kərə sıxdıqda buradan hansısa bir hədiyyəni seçə bilərsiniz. 2 ədəd seçim haqqı verir. Yəni burada gördüyünüz kimi bir dənə də burada başqa bir hədiyyə var. Yəni 2 ədəd sizə hədiyyə seçim imkanı verir və bu hədiyyələri seçmək üçün 3 haqqınız olur dostlar. Bu şəkildə məlumat verə bilərəm. Deməli dostlar, Farmnatda nələr dəyişilib? Onun üçün sizlərə qısa bir net bir şəkildə məlumat verim. Əvvəllər bu Farmnat 0.02 qəpik qaldıqda, yəni ən axırıncı 0.02 idi, 99.98-dən sonra bitirdi. Daha sonra burada bir dəyişiklik oldu. Siz həmən bu sümbülü doldurduqda, yəni su ilə doldurduqda 0.02-dən sonra 0.01 gəlir. Yəni 0.01 bu faiz də olur 99.99, yəni ekranda əlavə edirəm. Bunu bilməyənlər üçün məlumat verim. Daha sonra 1 qəpiyi də ki siz bu sümbülü doldurduqdan sonra bir dənə sümbül olur. Onu da ki 0-dan 100-ə qədər doldurduqda artıq siz Farmnatı bitirmiş olursunuz. Yəni bu şəkildə sizlərə məlumat verə bilərəm. Farmnatda başqa nə dəyişikliklər olub? Əsasən bu dəyişiklik olub. Bir də ki Farmnat haqqında bizdə daha detallı videolar var. Bu videonun açıqlamalarına hissə əlavə etmişəm dostlar. Yəni burada unutduğumuz pulsuz məhsulları necə bəyan etmək olar və yaxud da Farmnatı necə bitirdim, bunlar haqqında detallı bir şəkildə videolarımız var. Açıqlama bölməsinə əlavə etmişəm. Mütləq şəkildə onları izləyin dostlar. Daha sonra gəlib bu videonu izləməyini tövsiyə edirəm. Deməli dostlar, Farmnatı necə tez bitirmək olar? Daha ən çox mənə suallar gələn budur. Bu necə tez bitir? Yəni bunu necə tez bir şəkildə bitirə bilərik və hədiyyələrə qazana bilərik? Yəni mənim filan dostum 3 günə bitirib və yaxud da elə dostum var 10 günə bitirib. Belə suallarla qarşılaşıram. Bunun haqqında detallı bir video çəkmişik, amma qısa bir şəkildə sizlərə izah eləyəcəm. Farmnatı tez bitirmənin yeganə bir yolu dostlar, baxın, buradakı görəv bonusudur. Bunu da ki dəfələrlə videolarımızda qeyd etmişik. Yəni ki başqa videolarımız var. Videonun da açıqlama bölməsinə əlavə edəcəm. Farmnatı necə bitirim bu haqda bizim videomuz var. Dostlar, baxın, bu görəv məndə aktivdir. Qeyd edim ki, ara-ara gəlir. Yəni hər Farmnata girdikdə demək olar ki, bu aktiv olur. 200 jeton toplaraq 700 su üçün kullanın. Bu əvvəllər 1000 su idi, indi isə 700-ə salıblar dostlar. Yəni qeyd edeyim ki, bu əvvəl 1000 verirdi, amma indi isə 700-ə endiriblər. Bura baxın, bu şəkildə çarx çıxır, bunu çevirirsiniz. Böyük ödül həmişə də bu düşür. Burada jetonlar var. Bu jetonları toplamaq üçün sizlərə şərtlər qoyur. Yəni ki, nədir? Baxın, burada 30 dənə jeton deyir. Bunu daha fazla izləmək üçün klik edib, burada bağlantını paylaş deyirsiniz və şimdi paylaş dedikdə sizə bir kere daha paylaş deyirsiniz və bu jetonları azaldır. Yəni əlavə jetonlar verir. Bu şəkildə qeyd edeyim sizlərə, göstərim. Baxın. Yəni bu davət ödülüdür. Qısa bir şəkildə deyim sizlərə. Baxın, gördüyünüz kimi
ən fazla 4 jeton, ən fazla isə 8 jeton deyir. Burada 2 hissəyə bölüb bir yeni istifadəçi gətirməlisiniz, bir də ki mövcud istifadəçi. Mövcud istifadəçi gətirdikdə qısıtlı bir şəkildə verir. Yəni bu adətən 190-a kimi gəlir və bir yerdə dayanır. Mövcud istifadəçi gətirsəz belə bu jetonlardan vermir. Burada ən böyük silahı bunun, yəni belə deyək də dostlar, məcazi mənada ən böyük silahı yeni istifadəçi gətirməkdir. Yəni bu görəv sizdə aktiv ola-ola yeni istifadəçilər nə qədər çox gətirsəz, o qədər daha yaxşıdır. Bunun da məntiqi bu şəkildədir. Yəni bu jetonu topladıqda, yeni istifadəçilərə bu linki paylaşdıqda, adətən mövcud istifadəçi qoşulduqda bir müddəti bir yerə qədər verir dostlar, daha sonra vermir. Və yaxud da burada kodu kopyala bölməsi var. Sizin xüsusi burada kodunuz olur. Bu kodu hər hansı bir dostunuza verdikdə Temunun, yəni format yox dostlar, Temunun ana səhifəsində bu kodu yazdıqda birbaşa formata yönləndirir və sizin linkinizə qoşulmuş olur. Yəni bu şəkildə qoşulduqda sizə burada jeton verir. Təbii ki, yeni istifadəçi olduqda daha yaxşıdır, bu daha tez də olur. Mövcud istifadəçi isə yəni ki, bir qısa müddət verir. Yəni belə deyə izah eləyək də. 4 jetona qədər verir. Yəni 1 səhvlərimisə verir, 2, sonra daha sonra 2 dənə verir, daha sonra isə başlayır sizdən yeni istifadəçi tələb eləməyə. Bu şəkildə mesaj bölməsi və ya da link şəklində də göndərə bilərsiniz. Bunu nə qədər çox bitirsəz, sizə o qədər çox su verir və daha çox tez bitirmiş olarsınız. Yəni bunun silahı budur. Açar belə deyək də dostlar. Bunun məntiqi budur. Yəni belə işləyir. Və ya da təbii ki, başqa yollar da var. Burada hər gün girirsiniz buradan. Bidonlardan buradan sular doldurursunuz. Baxın gördüyünüz kimi burada dəyirman var. Buradan 10 su verir sizə hər dəfə girdikdə. Bir də burada sandıq var dostlar. Sandığı açırsınız. Hər dəfə burada sandıqlar olur. Baxın misal üçün mən bu sandığı birinci 3 su verir. Daha sonra 27 saniyədən sonra bir qədər daha çox verir və ən sonda isə bu böyük sandıq gəlir. Bu böyük sandıq isə içərisindən 10 su çıxır səhvləmirəmsə. Bu şəkildə, yəni sular hər 20 saniyədən bir burada artır. Başqa bir də bir şey var. Bir də burada belə bir şey var. Bu su topla görəvi var. Əvvəlki videolarımızda yüngül bir səhv məlumat vermişik. Əslində Temunun burada oyununa gəlmişik deyə. Çox istifadəçi də bizə yazıb ki, bu düzgün məlumat deyil. Bu görəvi isə necə olur? Burada dostlar bunları topladıqdan sonra sizə məhsul aldırır. Yəni ki, tutaq ki, siz burada 20 dənə su görəvini etdiniz, burada 60 saniyə baxdınız və 2 ürünü səbətə eklə dedikdən sonra daha sonra sizə 30 manatlıq səhvləmirəmsə 30 manatlıq olur. Baxın dostlar, 30 manatlıq isə məhsul aldırır. Məhsul aldırdıqdan sonra bu görəv su topla bölməsi 200 suyu sizin balansınıza oturur. Yəni ki, bunu boş-boşuna eləməyin. Məhsul aldırır. Ümumiyyətlə format oyunu üçün məhsul almağı sizə tövsiyə eləmirəm, şəxsi fikrimdir. Yəni bunu vaxt keçirmək üçün oynamağınızı tövsiyə eləyirəm. Yəni ciddiyə almayın. Verdiyi hədiyyələrdə gördüyünüz kimi. Yəni burada çox böyük bir hədiyyələr vermir. Yəni qısa 10 manata qədər olan hədiyyələr verir də adətən. Baxın gördüyünüz kimi, yəni burada gözləməyin ki 50 manatlıq, 100 manatlıq sizə hədiyyələr verəcək. Yəni maksimum 10 manata qədər olan hədiyyələr verir bu şəkildə. Bir də ki burada sandıq bölməsi var. Hər dəfə siz bu girdikdə, bu sandıqda dostlar sandığı açdıqda içərisindən sular toplayırsınız. Təbii ki bu sandığı aktiv eləmək üçün ilk öncə sizdən 100 su alır və 100 su aldıqdan sonra 70-ini sizə geri qaytarır. Hər gün girdikdən sonra məndə burada 8 saat qalıb. Hər dəfə bir yeni sandığı açdıqda içərisindən su çıxır. Baxın gördüyünüz kimi məbləğlərini də burada yazıb. Baxaq görək. Məbləği yazmır, amma içərisində 70, 100, 150 belə bu şəkildə artır. Bunu mütləq şəkildə aktiv eləyirsiniz. Başqa da burada, bir də burada 7 günlük bulmaca var. Hər gün girdikdə bu sizə çevirmə haqqı verir. Hər dəfə çevirdikdə içərisindən sular çıxır. Bir yapboz şəklindədir dostlar. Bu yapboz tamam olduqda ümumilikdə sizə 100 su verir və hər gündə açdıqda içərisinə 10-20 ədəd belə sular çıxır. Bu şəkildə. Başqa da bir teması yoxdur dostlar. Bir də burada format birləşdirmə bölməsi var. Bunu da sizlərə izah edeyim. Əslində bunların hamısını mən qeyd edeyim ki, videolarda izah eləmişəm. Mənim kanalımda yəni ki, kifayət qədər bunlar haqqında video var. Format birləşdirmə haqqında addelini video var. Nə bilim formatı bitirmək haqqında addelini video var. Bəyan haqqında addelini video. Hər şey var da dostlar. Yəni bundakı məntiqi nədir? Bundan su qazanmaq üçün qeyd edim ki, bu vaxt alan bir şeydir. Əgər oynamaq istəyirsinizsə, ekstra su qazanmaq istəyirsinizsə, bunu oynamaq biraz vaxt alır.
Yəni siz girdiniz, baxın burada yoncalar var. Bunları birləşdirirsiniz. Baxın gördüyünüz kimi hər dəfə bunları birləşdirdikdə başqa bir simvol alır və birləşdirdikdən sonra buradakı xanaları tamamlayırsınız. Məsəl üçün burada mənim 20 su qazanmaq üçün bunları tamamlamam lazımdır. Misal üçün deyirəm dostlar. Və burada sizin haqqınız olur. Baxın gördüyünüz kimi hər dəfə bunu yəni ildırım haqqınız olur. Xal belə deyək də dostlar. Hər dəfə bunu basdıqda burada sizlərə müəyyən yoncalar və yaxud da marojna belə deyim də simvollar, ikonlar verir. Bu ikonları da birləşdirib və nəticədə buradakı xanaları tamamlayırsınız. Misal üçün bunu tamamladınız, sizə 20 su verir. Baxın indi mən misal üçün bir dənəsini tamamlaya bilsəm, sizə göstərəcəm. Baxın, aha. Bunu mən tamamladım. Al dedikdə avtomatik balansıma 20 su oturacaq. Bunun da məntiqi bu şəkildə işləyir. Videonu da çox uzatmaq istəmirəm. Açıqcası bunu çox adam bilir. Yəni ki, bu şəkildə bir də ki qeyd edeyim ki, bizim Farmlat haqqında Temu qrupumuz var. Qrupa qoşulmaq istəyənlər kommentlər bölməsində yazsın və ya da bizim ekranda gördüyünüz Instagram səhifəmizə yazsın. Birbaşa xüsusi dəvət linkini göndərəcəm. Yəni xüsusi dəvət linkindən işləyir. Orada yeni istifadəçilər və ya da dostlarınıza, bir-birinizə dəvət linkinizi göndərərək Farmlatı daha tez bitirə bilərsiniz bu şəkildə. Dostlar, Farmlat haqqında daha detallı bir şəkildə video sizlər üçün hazırladıq. Ümid edirəm ki, ağlınızda sual qalmaz. Əgər suallarınız varsa Farmlat haqqında bizə verə bilərsiniz. Kommentlər bölməsində yazın. Bir-bir hamınıza cavab verməyə çalışacağam. Yəni bunu bitirənlər varsa, nə qədər vaxtda bitirdi yazsa da yaxşı olar. Qeyd edim ki, Farmlantı necə bitirdim, bunun haqqında video var, orada baxa bilərsiniz. Amma həmin videonu bundan əvvəl çəkmişik. Qeyd edim ki, ondan əvvəl də 2 qəpik qalanı bitirdi, daha sonra çətinləşdirdilər, biraz çətinləşdiriblər. Bu şəkildə dostlar, Farmlat haqqında məlumatınız bu şəkildə. Təqdim etdi Fikirli kanal.